Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya nebina Muhammedin ve ala alihi ve ashabihi ecmain emme ba'd. Aziz ve değerli kardeşler, mevzumuz selefilik mevzusudur. Yani hansı ki insanların dilinde öyle bir deyim var ki, yani selefilik, ben selefiyem veyahut da selefilerin yolu. Yani bununla bağlıdır. Və sələfilik nədir? Sələfilərin yolu deyəndə kimlər qəsd olunur? Və sələfilik, yəni məzhəblərdən bir məzhəbdirmi? Və yaxud da sələfilik hər hansı bir tariqatdırmı, yoldurmu? Yoxsa sələfilik nədir? Yəni mövzu bundan ibarət. Sələfiliyə gəldikdə qardaşlar, sələfilik dedikdə, sələfiyəm dedikdə, sələfin düşüncəsi dedikdə, sələfə dönürəm, sələfə qayıdıram, sələfə tabi oluram dedikdə qəsd olunan, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyirdi ki, xeyrül quruni qarni, ən xeyirli əsr mənim əsrimdir. Və məndən sonra gələn tabinlərin əsri qəsd olunur və məndən sonra tabinlərin tabinləri, yəni onlara tabi olan tabinlər. Yəni 3 əsr. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə deyir ki, xeyrül quruni qarni, mənim əsrim və thumməl-ləzi yelunəhu, sonra gələnlər və sonra gələnlər. Və bunu dedikdə qəsd olunan sahabelər və tabiinlər və ətba'ut tabiin, tabinlərin ardınca gələnlər, ardınca gələn tabinlər qəsd olunur. Sələfilər dedikdə. Və sələfilik, yəni bunlardır. Yəni bildik ki, sələfilər dedikdə sahabelər qəsd olunur, tabiinlər qəsd olunur və tabinlərdən sonra gələn tabinlər qəsd olunur. Və bizim, yəni müsəlmanların mövqeyi necə olmalıdır bunlara qarşı? Yəni mən sələfiyəm dedikdə, yəni bu kəlməni istifadə etmək olar, mən sələfiyəm. Mən sələfiyəm deməyin mənası odur ki, mən dinimi, ibadətimi, əqidəmi sələfilərin əqidəsi kimi, yəni əqidəm var və yaxud da sələf etdiyi ibadəti edirəm, sələfin düşüncəsi ilə yaşayıram, kitab və sünnəni sələfin düşüncəsi ilə başa düşürəm. Yəni bu doğrudur, bəli, doğru olan da elə budur yəni. Yəni bir insan mən özünü sələfə nisbət edirsə, sələfiyəm deyirsə, qəsd olunan sahabelərdir. Hansı ki Peyğəmbərimiz onlar haqqında xəbər verdi ki, onlar xeyirli əsrdir və tabinlərin əsri. Bu xeyirli insanlardır və onlara nisbət edirsənsə, yəni əqidəndə onların əqidəsi kimi, düşüncəndə onların düşüncəsi kimi, ibadətin onların ibadəti kimi, əxlaqa gəldikdə onların əxlaqı, davranışa gəldikdə sələfin davranışı. Bu qəsd olunur. Sələf sadəcə mən sələfiyəm, sələfə nisbət etməklə kifayətlənmək doğru deyil. Yəni mən sələfiyəm, amma yəni etiqadında sələf deyil. Mən sələfiyəm, amma ibadətində sələfi deyil. Mən sələfiyəm, amma əxlaqında sələfi deyil. Davranışında sələfi deyil. Yəni bu qəsd olunmur yəni. Yəni sələfə nisbət etdikdə sələfin etiqadını daşımalısan. Sələfin inancını daşımalısan, sələfin ibadətini görməlisən, sələfin əxlaqını təmsil eləməlisən, sələfin davranışını təmsil eləməlisən. Sələf budur yəni. Və Peyğəmbərimiz s.ə.v-in hədisi və Quran-ı Kərimdən ayət bizə göstərir ki, yəni onlara dönmək lazımdır. Onlara, yəni kitab və sünnəni onların düşüncəsi ilə, onların anlamı ilə başa düşməyimiz mütləqdir. Çünki Allah Teala baxın deyir ki, وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى. Kim hak, yani hak kimlere hak belli olduktan sonra Resulullah sallallahu aleyhi ve sellem muhalif olarsa ve yettebi gayri sebilil müminin ve müminlerin yolundan gayri yola tabi olarsa nuvellihi me tevalla. Diyor ki onların gittiği yola yönleterek ve nuslihi cehennem ve sonunda onları cehenneme salarak orada necede bir pis yerdi. Yani bu onu gösterir ki Peygamberimiz sallallahu aleyhi ve sellem muhalif olmak, selefin menhecine, selefin düşüncesine, selefin əqidəsinə müxalif olmaq, yəni böyük günahlardandır. Çünki Allah Teala ayetin sonunda onları cəhənnəmlə hədələyir. Deyir ki, onların bu səviyyənin yəni onlara müxalif olarsa, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və müminlərin yolu olmayan başqa yolla gedərlərsə, o zaman deyir ki, onları getdiyi yola yönlətərik. Yəni o tərəfə yönlətərik və onları və nuslihi cəhənnəm və cəhənnəmə onların yeri cəhənnəm olar və səət masira. Ora necə də bir pis yerdir. Bu onu göstərir ki, ayət bizə sələfə tabi olmağımız mütləqdir. Çünki sələflər
vahiy döneminde yaşayan insanlardı. Peygamberimiz sallallahu aleyhi ve sellem'in sağında solunda olan insanlardı ve vahiy döneminde yaşadığı için onlar yani Kur'an-ı Kerim'i daha doğru bilirler ve Peygamberimiz sallallahu aleyhi ve sellem'in hadislerini daha doğru, daha düzgün anlayırlar, daha düzgün başa düşürler. Ve bu sebepten yani selefiye tabi olmak yani bu metlub olan şeydir. Əsl odur ki Müslüman selefe tabi olmalı. Bu bize şeriatın bizden istediğidir. Ama selefiye nispet etmek bu beşinci mezhep demek değil. Veyahut da herhangi bir tarikat demek değil. Zaten selefe tabi olmak hele dinin esillerinden, dinin esaslarındandır ki insan Müslüman selefe tabi olur. Selef dedikdə Peygamberimiz sallallahu aleyhi ve sellemin sahabeleri qəsd olunur. Tabiinler qəsd olunur. Xeyirli əsr insanlar qəsd olunur. Ve Kur'an-ı Kerim de bize bildirdi ki müminlerin yoluyla gedin. Yani müminlerin yolundan başka bir yola yani tapınmayın. Ve bu sebepten yani bu neticeye gəlirik ki yani selefin düşüncesi, selefin fəhmi, selefin mövqeyi önemlidir bir Müslüman için. Yani bazen insanlar soruşanda sen selefsən, deyim mən Müslümanam. Yani bu yani mən selefiyəm, selefe nispet eləməyin bu nöqsan değil, eyib değil. Tamam sen Müslümansan. Müslümanlar neçə parçaya bölünüb, neçə qisimlərə bölünüb, neçə firqələrə bölünüb, öyle değil mi? Ama mən sələfə nisbət edəndə mən əsasa nisbət edirəm. Kitab və sünnəni doğru düzgün başa düşənlərə nisbət edirəm özümü. Ona göre deyirəm. Mən zaten Müslümanam ama Müslümanların içinde firqələr var. Müslümanların içinde cemaatlar var. Necə ki Peygamberimiz sallallahu aleyhi ve sellem ne deyirdi? Ümmətim 73 firqəyə bölünəcək. Ve soruşurlar yani onlardan biri cennete girecek. Ve sahabeler soruşurlar ya onlar kimlerdi? Ki mən ve benim sahabelerimi yolda gedenler. Deməli bunların yolu bizim için de önemlidir. Ve buna göre yani firqələr var, cemaatler var. Yani mən İslam hamımız Müslümanlar. Səhv firqədə olan insanlar da Müslüman. Yani doğru olmayan firqədə olanlar da yani doğru olmayan cemaatler da Müslüman sayılır. Ama selefe nispet olmak bunlar kurtuluş, saadete yani varmış insanlar. Yani saadete, nicata varmış insanlardı ki onlar selefin yolunu tutublar. Ama selefin yolu dedikdə qardaşlar, qəsd olunan sadece nispət deyil ha. Mən sələfiyəm ama əqidən sələf əqidəsi deyil. Sələfiyəm ama ibadetin sələf ibadeti deyil. Sələfiyəm ama əxlaqın sələf əqidəsi, əxlaqı deyil. Davranışın sələf əxlaqı deyil. Yani bu doğru değil. Ben sadece ismi, adı daşımağım ki mən sələfiyəm, bu yeterli değil. Mütləq sələfin əqidəsini daşımalısan. Sələfin etiqadını daşımalısan. Sələfin ibadətini eləməlisən. Sələfin əxlaqında, davranışında olmalısın. Yani sələf dedikdə bu qəsd olur. Və sonra da sələfin yolunda olmaq, sələfin düşüncəsində olmaq səni firqələrdən yəni deyək uzaq salır. Səhv olan, doğru olmayan cemaatlardan uzaqlaşdırır. Səni doğru olan bir firqə, hansı ki Peygamberimiz sallallahu aleyhi ve sellem o firqəni təriflədi. Onlar mən və mənim sahabələrim yolunu gedənlər firqəsinə düşməyimiz üçün sələfin düşüncəsi, sələfin yəni etiqadı, mənhəci, onların yəni Allahın əhkamlarını başa düşməkdə onların düşüncəsini yəni götürməyimiz mütləqdir. Yəni. Mütləqdir. Amma ona göre bakın deyir ki sələfiyyə mənhəcün fi fəhmil İslam. Sələfilik İslamı başa düşmek için bir mənhəcdir. Ve İslamı tətbiq etmək üçün də bir mənhəcdir. Deyək ki, digər firqələr, cemaatlar, problemlər nədədir? İslamı başa düşməsində problem yaşayırlar ve İslamı tətbiq etməsində də problemlər yaşayırlar. Ve ona göre cemaatlara, firqələrə, yani bidət əhli, sufi, ne bileyim başka firqələrə bölünürlər, cemaatlara bölünürlər. Neyin səbəbindən? Sələfin fəhmində olmadığı üçün, sələfin yolunda olmadığı üçün. Çünkü sələfin fəhmi sənə doğru İslamı başa düşməyə yəni öyrədir. Sələfin fəhmi sənə İslamın doğru düzgün tətbiq eləməyə öyrədir. Harda nə deməlisən, necə davranış, hansı davranışda olmalısan, hansı etiqadda olmalısan, hansı düşüncədə olmalısan, sələf sənə onu öyrədir. Sələfin yəni etiqadı, düşüncəsi sənə doğru İslamı öyrədir. Peygamberimiz sallallahu aleyhi ve sellemin getirdiği dini doğru düzgün yaşamaya öyrədir. Yani sələflik dedikdə bu qəsd olunur. Yani sələf yani hər hansı bir tarikat, hər hansı bir məzhəb demək deyil. Sələf yani dinin əsaslarındandır. Yani onlara dönmək
dinimizin əsaslarından. Çünki İslam dininə, yəni Quran-ı Kərimə nəzər salsaq, bizi sələfə yönlətir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisinə nəzər salsaq, bizi sələfə yönlətir. Və sələfin düşüncəsinə qayıtmaq bizi doğru İslamı başa düşməyə öyrədir və İslamı doğru düzgün tətbiq eləməyə öyrədir. Yəni bu firqələrin, yəni digər firqələr, xavariclər, təkfirçilərin yaranması nədən irə gəlir? İslamı doğru düzgün tətbiq etmədiyinə görə, doğru düzgün başa düşmədiyinə görə firqələr yaranır, cemaatlar yaranır. Bir-birlərini təkfir edirlər, bir-birlərini kafir görürlər, bidətçi görürlər, fasik görürlər. Yəni cemaatlara bölünürlər, bir-birlərinə qarşı buğz edirlər, nifrət edirlər. Bunlar hamısı sələflikdən uzaq qaldıqları üçündür. Və buna görə də dedik ki, sələfdən yapışmağımızın faydası İslamı doğru düzgün başa düşmək və doğru düzgün İslamı tətbiq eləməkdir. Və sonra yəni sələfin düşüncəsinə qayıtmaq, kitab və sünnəni sələfin anlayışı ilə başa düşmək. Sələfin düşüncəsi ilə başa düşmək. Və digər sələfə tabi olmağın özəlliyi nədir? Yəni sələfin yolundan getməyin özəlliyi var. Prinsipləri nədir? Özəlliyi nədir? Onların yəni siması nədir? Yəni onların əlamətləri nədir? Sələfin yolu ilə getməyin əhəmmi davabidhə i'tisam və kitab və sünnə. Sələfin yolu ilə gedən insanlar kitab və sünnəyə tabi olurlar. Kitab və sünnəyə tabi olurlar. Sələfin yolu ilə gedən insanlar nəyə tabi olurlar? Kitab və sünnəyə. Və ca'alel vahyeyn aslı din. Çünki kitab və sünnə iki vəhiydir yəni. İkisi də vəhiy sayılır. Quran-ı Kərim də vəhiydir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yəni hədisləri də nədir? Vəhiy sayılır. Və kitab və sünnəyə tabi olmaq və vəhiyə tabi olmağı öyrədir. Sonra deyir ki, fəhmun nusus bi fəhmin sahabə və kitab və sünnəni biz daima vurğulayırıq ki, kitab və sünnəni sələfin anlayışı ilə başa düşmək, sələfin düşüncəsi ilə başa düşmək nədir? Mütləqdir. Və yoxsa yəni o doğru düzgün İslamı yaşamış olmaq, doğru düzgün İslamı tətbiq etmiş olmaq və digər sələfə tabi olmağın digər əlaməti də odur ki, ittiba' sünnə və tərkil bidə. Sünnəyə tabi olmaq və bidətdən uzaq olmaq. Sələfə tabi olmaq, özünü sələfə nisbət eləmək səni sünnəyə tabi edir və bidətdən uzaqlaşdırır. Vəl asıl fi ibadət təvqif. Çünki yəni ibadətin əsli nədir? Təvqifdir yəni. Yəni ibadətin əsli nəyə dayanır? Dəlilə dayanır. Sübuta dayanır. Kitab və sünnəyə dayanır. Kitab və sünnə nəyə ibadət adı veribsə o ibadət. Kitab və sünnə nədən yəni ibadət çəkindiribsə və yaxud da nədən nəyi ibadət olmadığını vurğulayırsa o ibadət ola bilməz. İbadət adı verdiyimiz hər hansı bir əməl, fikir, yəni etiqadımız mütləq kitab və sünnədən götürülməlidir. Və sonra sələfin digər yəni əlamətlərindən bir digəri də təhqiq təvhid və bi anvahi. Təvhidi yaşaması. Təvhidi növləri ilə yaşaması. Yəni əqidə, yəni Allaha deyək ki, təvhidin nəyi var? Növləri var. Rububiyyət təvhidi, uluhiyyət təvhidi, ad və sifətlər təvhidi. Yəni sələfilik səni təvhidin rububiyyətini sələfə uyğun olaraq yaşamaq. Uluhiyyətdə sələfə uyğun olaraq yaşamaq. Ad və sifətlərdə sələfə uyğun olaraq yaşamaqdır. Yəni təvhidin bütün növlərində sələfə tabi olmaq. Yəni Allah ibadətdə, yəni yaratdıqlarında təkləmək, Allah Teala'nı ibadətdə təkləmək, Allah Teala'nı ad və sifətlərində təkləmək. Yəni sələfilik budur yəni. Və sonra sələfilik nədir? Əl-cəm beynəl elm vəl əməl. Sələfilik odur ki, elmlə əməli bir-birində cəm edir. Sələfiliyə nisbət edən insan özünü sələfə nisbət edirsə, elmi olması lazımdır, elmdən sonra əməl etməsi lazımdır. Elmin və əməlin olması lazımdır. Sələfilik budur yəni. Elm olub əməl olmazsa bu sələfilik deyil. Əməl olub elmsiz əməl də olarsa bu da sələfilik deyil. Sələfilik həm elm, həm də nəyə çağırır? Əmələ çağırır. Və vəl-əxlaq, vəl-əməl, vəl-əxlaq. Və həmçinin sələfilikdə gözəl əxlaq var, qardaşlar. Sələfilik sadəcə etiqad deyil yəni. Misal bax, sələfiyyə leysət məsələ əqidə faqat. Yəni sələfilik sadəcə əqidə məsələləri deyil. Əqidəm doğrudur, qutardır, amma əxlaq yoxdur. İbadət yoxdur. Davranış yoxdur. Bu sələfilik o demək deyil. Sələfilik dedikdə əqidəni də əhatə edir, gözəl əxlaqı da əhatə edir, davranışı da əhatə edir, ibadəti də əhatə edir. Yəni sələfilik deyəndə budur. Amma bir şeyə
Sələfilikdə bir şeyə tabi olub digər şeyləri tərk edirsənsə, bu sələfilik deyil. Sələfilik kəlməsi hər şeyi əhatə edəndir. İnsan əqidəsində sələfi olur, etiqadında sələfi olur, ibadətində sələfi olması, əməlində sələfi olması, əxlaqında, davranışında sələfi olması lazımdır. Və sonra sələfiliyin əlamətlərindən də əl-adl və insaf. Sələfilik nədir? Ədalətli olması və mərhəmətli olması. Sələfilik ədalətliyi cəlb edir. Sələfilik sənə ədalətliyi öyrətir və mərhəmətliyi öyrətir. Yəni kiminlə? Müsəlmanlara qarşı ədalətli olmaq, müsəlmanlara qarşı mərhəmətli olmaq. Və ədəm-i təsərrü fit-təbdi'. Və sələfilik sənə nəyi qadağan edir? Kimlərəsə təkfir edəndə tələsməməyi, kimlərisə təkfir etməyi, yəni birbaşa şəxsi təkfir etməyi də qadağan, ona şərtləri qoyur, qaydaları qoyur. Ona əsasən təkfir edə bilərsən. Ona əsasən kimisə bidətçi saya bilərsən, kimisə fasik saya bilərsən, kimisə doğru yolda olmadığını vurğulaya bilərsən. Mütləq sələfiliyin qoyduğu şərtlər üzərində, qaydalar üzərində hərəkət edərsənsə, o zaman doğrudur. Amma sələfilik deyir ki, ədəm-i təsərrü fit-təbdi'. Yəni bizə kimisə bidətçi görməkdə tələsməyə icazə vermir. Rahatlıqla kimisə bidətçi deyək, rahatlıqla kimisə kafir görək, rahatlıqla kimisə İslam dairəsindən çıxaraq. Yəni bu sələfilikdə yoxdur. Sələfilik təkfir mövzusuna gəldikdə onun özünə qaydaları var. Təbdi' mövzusuna gəldikdə öz qaydaları var, öz şərtləri var. Onun üzərində hərəkət etməyə əmr edir sənə. Bizi elə ki, sələfilik o qaydalar üzərində, şərtlər üzərində davranmayı öyrədi, davranışı öyrədi bizə. Amma necə gəldi dəvət etmək, necə gəldi insanlara hökm vermək, bidətçi görmək, bu doğru deyil. Və sələfilik nədir? Rucu ilə uləmə mu'təbirin. Sələfilik odur ki, mötəbər alimlərə dönmək, alimlərsiz yaşamamaq, yəni alimləri saymamaq, bu düzgün deyil. Yəni bir toplum, insan əgər İslamı yaşayarkən, yəni ibadəti öyrənərkən, əqidəni öyrənərkən, alimlərə dönmədən, alimlərin, mötəbər alimlərə yaxınlaşmadan hər hansı bir əməl edərsə, hər hansı bir elm öyrənərsə, bu doğru deyil. Sələfilikdə elm əhlinə dönmək var, elm əhlindən yapışmaq var, elm əhlinin yanında olmaq var. Və buna görə də sələfilik sadəcə elə, kimdən gəldi, elm alsın, səhvdir, düzdür, fərq eləmir. Yox, sələfilik tanınmış elm adamlarından, etibarlı elm adamlarından qidalanmalıdır, onlardan faydalanmalıdır. Qardaşlar, bax, son günlərdə belə şeylər rastlaşırıq. Görürsən ki, qardaşlarımız, əhl-i sünnə qardaşlarımız, sələfilik, özünü sələfə nisbət edən qardaşlar, görürsən, statusunda bidət əhlinin videolarını qoyur. Bidət əhlinin videolarını paylaşır. Bu şeylərdə də deyir ki, sələfilik elə burada da lazımdır. Əgər sən bidət əhlinin videosunu paylaşırsansa, bu sələfilik deyil. Çünki sələfilik biz dedik ki, hər şeyi əhatə edir. Əqidəni, ibadəti, əxlaqı, davranışı, bütün şeyləri əhatə edir. Ancaq sən sələfiyəm deyib bidət əhlinin videosunu paylaşsınsa, bu doğru deyil. Bəzən də belə bir irad tuturlar. Qardaş, o danışan qardaş yaxşı mövzu danışır. İman artıran mövzu danışır. Qardaşlar, bidət əhli bütün dərsləri bidətdən danışmır ki. O xatasını danışmır. Hansı ki, o olmazı danışmır. Gözəl şeylər də danışan vaxtları olur. Amma biz onların paylaşmamasını ona görə istəyirik ki, sən də ona qarşı sevgi yaranacaq, sonra onun sözlərini rahatlıqla həzm edəcəksən, sonra ondan çəkindirəndə onu həzm eləyə bacarmayacaqsan, onu tərk eləyə bacarmayacaqsan, ona görə önəmli olan nədir? Fayda vermək istəsən, doğru fayda ver. Yoxdursa da mütləq ondan o bidətçi kimi tanınmış, təkfirçi kimi, havaric kimi tanınmış insanların videolarını paylaşmaq olmaz. O düzgün deyil. Sələfilik deyəndə o şeyləri də nəzərə almaq lazımdır. Sələfilik dedikdə də insan nəyə nəzər salmalıdır? Paylaşdığı insanlara da diqqət eləməlidir. Sələfilik dediyi hər şeyi əhatə edir. Davranış var, əxlaq var, o paylaşdığın elm əhli var. Onlara da diqqət eləmək lazım. Deyir ki, rucu ilə uləmə mu'təbirin və ədəmi cə'l məsəl ictihad. Sələfilikdə, ictihadi məsələlərdə, ixtilaflı məsələlərdə
bir-birlərinə qarşı nifrət, bir-birlərinə qarşı sərtlik, bir-birlərinə qarşı hər hansı bir xoşagəlməz ifadələr işlətmək yoxdur sələfilikdə belə şey. Sələfilik bizə nəyi öyrədir? İxtilaflı məsələlərdə, ictihadi məsələlərdə əks tərəflə gözəl müamilə etmək, əks tərəfə gözəl rəftar göstərmək, gözəl nümayiş elə, yəni əxlaq nümayiş elətdirməlisən. İlla ki, yəni məsələ ictihadidir, məsələ ixtilaflıdır, sən onun üzərinə gedirsən və onu böyük bir günah etdiyi kimi onun üzərinə gedirsən və ondan çəkindirirsən, ona qarşı boğz eləyirsən, nifrət eləyirsən, salamı kəsirsən, o gələndə üzünü çevirirsən. Bunlar sələfilikdə yoxdur yəni. Yəni sələfilik elə bir şeydir ki, o hər bir gözəllikləri özündə cəm eləyib. Nəyi necə etmək lazım? Kimlə necə davranmaq lazım? Harda hansı əxlaqı göstərmək lazım? Hamısını sələfilik bizə öyrədib. Ona görə yəni bu şeylərdə də diqqətli olmaq lazım və sələfiliyin digər əlamətlərindən biri də lüzum-u cemaat-ül müslimin. Müsəlmanların cemaatına tabe olmaq. Cemaatla birgə olmaq. Parçalanmamaq. Yəni uydurmalara, xurafətlərə uymamaq. Yəni belə deyək də cemaatlarla yəni birgə olmaq lazımdır. Peyğəmbərimiz sallallahu bizə gündə 5 namazı məsciddə qılmağı əmr edir. Nəyin səbəb nədir? Cemaat olmaq. Yəni cemaat üçün yəni onu bizə əmr edir. Cemaat olaq deyə onu əmr edir. Və ona görə müsəlman yəni sələfilik odur ki, cemaatlığa çağırır səni. Sələfilik cemaatlığa çağırır. Parçalanmaya çağırmır. Sələfilik birliyə çağırır. Parçalanmaya çağırmır. Yəni orada parçalanmaq varsa, yəni haqsız yerə parçalanmaq varsa, yəni doğru olmayan şəkildə parçalanmaq varsa, o sələfilik ola bilməz. Doğru olmayan şəkildə yəni tətbiq İslamı başa düşürlərsə, tətbiq edirlərsə, orada sələfilik ola bilməz. Çünki sələfilik lüzum-u cemaat-ül müslimin. Yəni müsəlmanların cemaatına tabe olmaq, müsəlmanlarla birgə olmaq, parçalanmamaq və taat-ı vəli ilə amr, üzərimizdə olan böyüklərə, əmirlərə tabe olmaq. Bu da sələfilikdən də. Yəni desən ki, yəni bəzən elm adamları, insanları, sıravi insanları dərslərində, xutbələrində yəni əmrə tabe olmağa çağıranda, yəni əmrə itaətə çağıranda, yəni bəzi insanlar elə bilirlər ki, yəni bu dində olmayan bir şeydir. Və bu və yaxud da yaltaqlıqdır. Yəni əmrə itaət eləmək Quran-ı Kərimdə gəlib. Əmrə itaət eləmək Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən nə qədər hədislər var. İmam Buxari rəhməhullah yəni Buxaridə bab ayırıb. Babul umara. Yəni əmirlər babı. Yəni o boş yerə ayırmır. Ona baxsanız görərsiniz orada necə hədislər var ki, itaətə əmr edir sənə. İtaətə, yəni ona tabe olmağı əmr edir. Yəni sələfilikdəndir ki, əmirlərə tabe olasın. Sələfin düşüncəsidir ki, əmirlərə tabe olasın. Sələfin fəhmidir ki, əmirlərə tabe olasın. Çünki Allah Teala nə deyir? Ati'ullah və ati'ur Rasul. İn tənəzə'tum fi şeyin faruddu ilallah və Rasul. Bir şeydə ixtilafa düşdü, Allaha və Rasuluna qayıdın. Başqa ayədə deyir ki, yəni Allaha və Rasuluna tabe olun və üzərinizdə olan əmirlərə tabe olun. Və sələflikdə də əmirlərə itaət eləmək, tabe olmaq, bu günah deyil, bu ibadətdir. Yəni sən əmirə Allah üçün itaət eləyirsənsə, bu savab qazanırsan. Yəni o əmirin də, baxın, bu şeyə diqqət edin. Mən əmrə itaət eləmək üçün əmir günahsız olmalıdır, haqsızlıq etməməlidir, ədalətli olmalıdır, yəni tam şəkildə. Belə bir şey yoxdur itaətdə. Əmir günah sahibi olsa da belə, ədalətsiz olsa da belə, haqsızlıq etsə də belə, əmrə itaət olunur. Sənə günahı əmr etmədikcə doğru olan şeylərdə, düzgün olan şeylərdə əmrə nə olur? İtaət olunur. Ona görə Əhl-i Sünnənin belə bir qaydası var. Deyir ki, əmrə itaət eləmək əvəz edici növdən deyil. Nə deməkdir bu? Yəni əmir sənə yaxşılıq edərsə mən ona itaət edəcəm. Əmir mənə yardım edərsə mən ona itaət edəcəm. Əmir mənə köməklik göstərərsə mən ona itaət edəcəm. Yəni Əhl-i Sünnədə əmrə itaət əvəz edici növdən deyil. Yəni sənə xidmət elədi, etmədi. Sənə olanı, sənin üzərinə düşənə həyata keçirməlisən, tətbiq eləməlisən, tabe olmalısan. Sələfin düşüncəsidir, qardaşlar. Quran-ı Kərimin ayətidir. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərinə nəzər salsaq görərik ki, yəni əmirlər sizi döysələr, vursalar, söysələr,
malınızı götürsə belə deyir ki, itaətdən çıxmayın. Yəni əmrlərə itaət cəmiyyətin qorunması üçün, xalqın əmin-amanlıq içərisində yaşanması üçün, cəmiyyətin əmin-amanlıq içərisində qalması üçün ən böyük səbəblərdən birisi. Amma əmrə yəni itaətsizlik, ona qarşı çıxmaq o ancaq nə gətirər bizə? Yəni bədbəxtçilik, yəni parçalanmaq, əmin-amanlığımızı aparar. Ona görə sələfilik dedikdə, yəni qardaşlar, bütün bu şeyləri əhatə edir. Əqidəni əhatə edir, əməli, ibadəti əhatə edir, əxlaqı əhatə edir, davranışı əhatə edir. Davranış dedikdə, əxlaq dedikdə insanlarla, valideynlərimizlə, yəni böyüklərimizlə, qonşularımızla, müsəlmanlarla, kafirlərlə bütün şeyi əhatə edir bu davranış. Ona görə sələfilik sadəcə dildə yox, yəni sələfilik dedikdə hər şeyi əhatə eləməlidir qardaşlar. Ona görə yəni bu mövzuya toxunmağı özüm üçün yəni vacib bildim. Allah Teala bizi yəni həqiqi sələfin yolu ilə girənlərdən, həm sələfiyə nisbət olub və sələfin doğru düzgün əqidəsində, ibadətində, etiqadında, əməlində, əxlaqında, davranışında olanlardan etsin. Həqiqi sələfiliyi yaşayanlardan etsin. Yəni sələfilik dediyim kimi bir məzhəb deyil. Sələfilik bir yəni tariqat deyil. Sələfilik zaten dinin əsaslarındandır. Yəni onlara tabe olmaq. Çünki dinini doğru düzgün başa düşmək üçün sələfin düşüncəsi önəmlidir. Sələfin fikri, sələfin əməli bizim üçün önəmlidir. İslamı tətbiq eləmək üçün sələfin davranışı, sələfin düşüncəsi bizim üçün önəmlidir. Sələf, yəni əmirə qarşı necə müamilə edərdi? Əmirlərə qarşı müamiləsi necə idi? İmamlara qarşı müamiləsi necə idi? Ümumi müsəlmanlara qarşı müamiləsi necə olurdu sələfin? Kafirlərə qarşı mövqeyi necə olurdu? Yəni günahkar müsəlmanlara qarşı, bidət əhlinə qarşı mövqeyi necə olardı? Hamısını bizə sələflər yəni bizə öyrədib. Və ona görə biz İslamımızı doğru düzgün yaşamağımız üçün, İslamı doğru düzgün anlamağımız üçün, tətbiq eləməyimiz üçün sələfin düşüncəsi, sələfin fəhmi önəmlidir bizim üçün. Allah Teala bizi eşidib faydalanlardan eləsin. Allah da sizdən razı olsun demişdir.